Sabahınız xeyir. Bugün gedirik Toğrul bəyin ad gününü keçirməyə. Axırıncı dəfə rayona nə vaxt getmişik bilmirəm. Sənin ad gündə. Mənim ad günümdə. Bütün ailə yığışıb bura. Yox, çox pisli görmürəm. Axırıncı səfər neçə il bundan qabaq buradaydı. Hardasa 2 il. Mənim ad günümdə yadımdadır, gəlib burada video çəkmişdik. Hə, onda çox, 13 il. 3 ildən sonra. Belə gəldik, market alış-verişimizi elədik. Yola davam. Hava yaxşıdır, gün çıxıb. Amma hava proqnozu bizi allatdı. Qalın paltarlar götürmüşəm ancaq. Qəbələyə çatmışıq, Toğrul düşüb təndir çörəyi almağa mərkəzdən. Belə mərkəzdəyik. İtlər var burada. Birazcık yoruldum. Əvvəlki kimi deyil. Biraz hamiləliyə görə yoruluram. Nə? 4 dəqiqə təzəsi çıxır şeydən. İtxana yarandı burada. Qayalı marketdə alça var idi və qiyməti bir dənəsi 2 manat idi. Orada da yazılmışdı, başqa bir dənəsi 4 manata da var idi. O bilmədim niyə elədi, amma yəni bir dənəsi 2 manata idi. Dost dedim ki, hələ ki ürəyim istəmir. Qanqal yemişik. Olardı bəlkə. Dev olardı deyəsən. Sırayla olanlar. Ağlar. Qapımızı bağladıq. Otağımız budur. Biraz səliqəsizlik yaratmışıq burada. Belə. Gəl otağı çəkim. Belə dəsmal, hamam xalatı falan var. Bura mətbəximiz, bu bəyimiz. Hə, belə. Işıqları da yandırmırıq. Əsla, əsla. Sağ ol. Burada da kamin var. Burada da yine jacuzzi. Burada da yataq. Və belə. Gör bizi çağırmırlar. Dur, ne olur, olursa denəm bizi çəngəl versinlər. Toğrul bəy kaminimiz də qoşub. İstilik verir bu? Bilmirəm ki, məncə şeydir, görüntü. Yox. Aşkım yox, bax.
Nədir? Eləmə. Hava da açılıbdı. Hə. Tam günəş deyil amma yağış kəsib. Çavaba neçə başlayır? Gəl ilk təəssüratlarını de evlə bağlı. Bu açıq olan idi. Hə. Hə. Ne fərqətən, yəni çox yaxşı. Dizayn, yəni rənglər. Qiymət də məncə münasibdir. O qiymət yəni çox yaxşı qiymətdir. Hə, yəni 2 nəfər üçün 120 manat ödədi. İndi gələcəkdə bilmirəm qiymət nə şeydə dəyişir. 70 manata yəni ev yoxdur, 70-80 manata ev yoxdur. Evdən söhbət gedir də. Bir də buranın bir də özəlliyi var ki, həyətində jacuzzisi var. Jacuzzi var, qəşəng mənzərə açılır. Hər bir şəraiti, yəni həqiqətən hər bir şəraiti yəni qurublarda tam olaraq heç bir şeyə ehtiyacın yoxdur. Bəs ad günün necə keçir? Ad günüm əla. Səndən bir yerdə olduğuna görə daha əla. Ümumi əla. Hə, çəngəl deyirdin. Hə, bir dənə çəngəl istədim, bir təmiz paçka çəngəl verdilər, bir paçka 6 dənə. Hə, bir də yaxşısı odur ki, restoran da var həyətində. Səhər yeməyi zad da verirlər. Hə, bu arada 120 manata səhər yeməyi də verirlər. Biz dağ adamıyıq da, nə qədər şey olmasa da. Atlar biraz huysuz bekliyorlar. Jockeyler tedirgin. Start ve... Dönə bilmir. Sən meçkulisən, sən netiz bir şey yapmışsan. Oy oy. Top diye. Bu birlikdə şəklimiz. Məncə qəşəngdir. Orada necədir vəziyyət? Bu işə doğru baxır. Hayda, illər sonra baxıb deyəcək ki, oha, qarnım nə boyda düşüyor. Yəni bir şeylə falan alanda hala düşür. Doğrudan da buradakı pişik, yəni vot-votdadır da, bəlkə də bugün doğar, sabah doğar. Pufuş. Bezmişsən? Bir şey daşıya bilmirsən, özün yalaya da bilmirik. Mişko. Bilirəm, işlərlə, maddiyyatla çox çətindir, amma çalışın. Nə bilim, ildə 2 dəfə, 3 dəfə ən azından aralarsa çıxın, səyahət eləyin, ucuz səyahət eləyin, bahalı səyahət eləyin. Necə istəyirsiniz elə səyahət eləyin, amma harasa çıxın. Çox huzurludur bura. Çox sevdim. Bəbişkom da buradan təsdiqləyir. Deməli, bura hamaq üçündür belə. Hamaq açmaq üçündür. Yəqin ki, yağışa görə də hava belədir. Tutqundur. Yağışa görə hələ asmayıblar. Və biz də heyif ki, öz hamakımızı gətirməmişik. Biraz uzandım, dincəldim. Əynimi dəyişdim, amma hava soyuqdur. İndi dayı gələcək, odunları gətirəcək, daha doğrusu. Və biz başlayacağıq kabab pişirməyə. İşlər başlayır, biraz istirahət elədik. Bəsdir. Necə gedir? Əla, başlamışıq. İşlər başlayır. Çaynik var, amma quru çay almamışıq. İşte çaynikın içində quru çay tapdı. Səhər. Sən çəkişdən əlalı işlər var, onları görmək lazım. Nələr? Şeyləri gətir. Pomidorla, kartof, zat, onları gətir çıxımsın. Get, mən də uzağa qaldım. Papağım da, saçımı qaldırır papağımı. Nova əyilir. Neysə, gedirəm. Gedirəm işləməyə. Ehtiyatlı ol. Bu samavar çox qəribədir. Baxın, burada suyu tökülür.
Şuradan altdan kömür yeri var. Bir də inşallah ki düz eləmişik, üstdən kömür atıb doğru. Bax, altda közərənlər var. İstəyirsən. Deməli, samovarın teması buymuş. Közü yenə buradan atırsan kömürü. Amma ki, buranı açıq qoymalısan ki, yansın. Qəribədir. Hı? Bunu da doğruyum. Doğru musun? Yani yiyilirse doğru. Çəkilən bunca əziyyətdən sonra axır ki, Otura bildik. yemək yeyə bilərik. Başqa manqa saatını da gətir. Su işinə baxıram. Sənin balaca pişmiş çabuklarını Bunun niyə elə tüstü çıxdı? qaynayıraq, bəzən orada şey yapmışıq kölə. İçində su var. Hə. Duzsuz ola bilər. Çünki duzun temasını tutanmadım deyə tökmədim. Heç tökməmsən. Yox, tökə bilərsən, özün tökə bilərsən. Sabahınız xeyir. Yuxudan durmuşuq və gedəcəyik səhər yeməyinə. Amma hələ bilmirik hara gedəcəyik. Üzbəüz restoranda var, bilmirəm ora gedəcəyik yoxsa bura gətirəcəklər. Səhər yeməyimiz gəldi.